2026-cı ildə yaratdığımız sayt deməli mizan.az-dır. Gəlin baxaq görək burada nələr var. Baxın, birinci pulsuz qeydiyyat yeri var. Hesab yaradılmalıdır Gmail-la. Sonra baxaq görək, bax, pulsuz qeydiyyat yerinə baxaq birinci. Qeydiyyat görək necədir burada. Email yazılır. Sonra ad, bir də şifrə. Deməli, məndə hesablar var. Biri moderatordur, biri öz hesabımdır. Biri də admin hesabıdır, ona da daxil ola bilərəm. Gəlin qaydaq arxaya. Burada indi daxil olan hesablar var. İmtahanlara bax. İmtahanlar onsuz da aşağıdadır. İmtahanlara baxarıq. Birinci səhifədə baxış görək nə var. Birinci səhifədə reklamları yerləşdiriblər. Tarix sertifikasiya üçün ümumi sınaqlardır. Görürsünüz. 1-dən 8-ə qədərdir. Burada görək nədir? Saytın ümumi reklamıdır. Bir də ki, paket sınaqlarıdır. Aşağıda görək nə var bu saytda. Hələ ki 8 dənə fən yazılıb, amma fənlər müəllimləri hələ yazmayıbdır. Düşünürəm ki, tarix var, bax, coğrafiyada artıq. Gəlin baxaq, görək aşağıda var. Bax, Rus bölməsi tarix olacaq, Azərbaycan tarix və ümumi tarix. Sualların sayı 561-dir. Coğrafiyada artıq 93 dənə özüm yazıram, daxil edirəm. Hələ çoxlu yazırıq, yazmışam, onlar hələ daxil eləməmişim o sualları. Sonra qayıdım görün burada nələr var idi. Fənlər haqqında bilirik. İndi gələcəkdə də ola bilsin də başqa fənlər də artacaq. Çünki burada təkcə fənin adı olsa da, həmin o fənin sualları da yazılmalı, bu saytə yüklənməlidir. Yəni kimsə idarə eləməlidir. Baxın, sual bazasında sualların ümumi sayı var, 773-dür. İmtahanları aktivə elədikcə burada sayı göstərilir. Hələ ki 12 dənə var. Deməli, mən də əlavə eləmişəm. İndi ona da baxarıq. Burada yazılıb qeydiyyatlı istifadəsi. Yəni 2431 istifadəsi var. Bunların əslində əksəriyyəti müəllimlərdir. Bu saytdan daha çox sertifikasiyaya hazırlaşmaq üçün, bir də MİQ-ə hazırlaşanlar istifadə eləyir artıq. Həmin o sualların içərisində də kurikulum sualları da var. Bayaq bu fənlərdən danışdıq. Kurikulum suallarına görə də gəlib işləyirlər bu saytdan. Sonra baxaq görək nə var aşağıda. Bu deməli mənim hazırladığımdır. Görürsünüz coğrafiya sınağı 6-cı sinif. Sırf nümunə üçün hazırlamışdım bunu. Burada elə sınaqlardır. Sonra bax ARTİN sınağı var, tarixdir. Bir də ən aşağıda yazıb niyə mizan.az. Baxaq görək, real imtahan şəraiti, dərhal nəticə ən axırda olandır. Qrup sistemi, aplikasiya, rahat istifadə, mobil uyğunluq. Bu funksiyaların hamısı demək olar ki, başqa necə saytlarda olmur. Dövlət imtahanı məsəl üçün necəsə elə uyğunluq təşkil edir. Ona görə də gəlib buradan işləyirlər. Məsəl üçün sertifikasiya imtahanında da bilirsiniz ki, kompüterləndir, sonra MİQ imtahanı olsun. Yəni müəllimlərin şəkabəli imtahanda müəllimlərin daha çox istifadə elədiyi saytlardan biridir. Gəlin baxaq görək indi öz imtahanımız necədir. Bu videonu kompüterdə çəkmək alınmayacaq. Çünki testlərin üzərində yazmaq mənim üçün çətin olur. Görək qaydaları nə qoymuşam. Deməli bizdə olacaq 20 və 30 suallıq sınaqlar, 1 bal olsun, hər sualın balı hesablamaq asan olsun deyə. 45 dəqiqədə vaxt qoyuruq sualları cavablamağa. Gələcəkdə indi qaydaları dəyişmək də olar. Əlavə qaydalar da var indi. Bunu biz tərtib elədik də özümüzlə. Çünki bir sınaqda ya 20 olmalıdır, ya da 30. İndi imtahana başla vuraq. Baxın, burada imtahana başlanı vurdum artıq. Burada vaxt getməyə başladı. Görürsünüz 45-dən geri sayır. Normal imtahanlarda da belə olur, kompüterlərdə. İndi onsuz məktəblərin əksəriyyəti bu sistemləri keçib. İndi uşaqların hamısını kompüterə cəlb edirlər ki, yəni nəticə əldə eləsinlər. İndi gəlin baxaq, buradan sualları bir-bir işləyək. Sual 1. İnsan coğrafiyasının öyrənmə sahələrinə aiddir. Baxaq görək, insan coğrafiyası nə idi? İqtisadi coğrafiyaya da. Buradan deməli, vulkanı çıxaq, torpaqların müxtəlifliyi olmaz, zəlzələ, bitki heyvanlar aləmini çıxırıq, fırtına, təbii ehtiyatlar, günəş sistemi, okeanlara çıxsaq, qalacaq nə? Nəqliyyat, müxtəlif xalqlar və adət-ənənələr. Görürsünüz,
Müxtəlif xalqlar və adət-ənənələr də insana aid olduğu üçün nəqliyyat da özünüz də bilirsiniz ki, iqtisadi coğrafiyaya aiddir. İndi biz buradan nəyi götürəcəyik? Y bəndini götürəcəyik. Burada necə edəcəksiniz? Baxın, Y bəndinin üzərində bir dəfə vurursunuz, həmin variantı seçir. Ondan sonra burada əgər istəməsəz, tutaq ki, bu seçmişsiniz, bax 2-yə keçsəz, bax altdan vurduq ki, orada yaşıl qayıdır. Geriyə qayıdırsınız həmin sualda. Sıfırlanı vururuq. Gördünüz, sıfırlanı vurdum. Nə oldu burada? Artıq Y bəndinin üzərindən götürdü. Təzədən biz bunu bir də seçsək, artıq növbətiyə keçirik. Belə də yəni yazmasaq da keçə bilirik. Tutaq ki, dəqiq bilməyib atmaq istəməyənlər, çünki MİQ imtahanında qaydalar necədir bilirik ki, biz orada yazdıqca hər səhvə görə bal çıxır. Həm kurikulumda, həm də ki, ixtisasda ballarınız çıxacaq orada. Amma sertifikasiyada məsələn çıxmır. Yaşlı müəllimlər onsa yazmağa çətinlik çəkir orada. Keçək, əslində səhv düz aparsa, ümumi sertifikasiyada həqiqətən yüksək bal yığan olmayacaq orada da. Ümumiyyətlə MİQ-də də demək olar ki, yüksək ballar çox azdır. Keçək indi ikinci suala. Baxın, buradan eyni tapdıq. İndi ikinci sualdayıq. Fiziki coğrafiyanın öyrənmə sahələrinə aiddir. Kənd təsərrüfatı bilir ki, bu iqtisadi coğrafiyadır. Vulkanı götürə bilərdik. Zəlzələ olar, sənaye olmaz, ticarət olmaz. Fırtınanı götürərdik, dalğaların yaranması, hava, iqlim. Bu doğru bənddir. Fərqli mədəniyyətlər, sosial, iqtisadi prosesləri də çıxardıq. Bizdə qalacaq nə? D bəndi. İndi biz D bəndini seçirik, keçirik hansına? Növbəti üçüncü sualımıza. Gəlin, baxaq görək burada nə istəyir? Uyğunluğu müəyyən edin. Deməli, burada baxırıq ki, ortada yer kürəsini veribdir. Ortadakını tapan kimi, bax, Yupiteri çıxırıq. Protogalaktika olmaz. Yer kürəsi var, baxın, C bəndində. Burada qütb ulduzu veribdir. Sağda digər səma cisimləri, bir də günəş sistemi. Bu günəş sistemi qütb ulduzu burada götürməyəcəyik. Yer planeti. Bu digər səma cisimləri yox, əslində planetlər olmalı idi. Ona görə onu da çıxmışdıq. Baxaq görək nə qaldı burada. Yer planeti düz gəldi. Asteroidlər olmaz. Sonra baxaq görək nə idi. Buradan nəyə tapa bilərdik? Hamısı variantlar artıq getdi. Digər planetlər, yəni bilirik ki, hansı planetlər var idi? Merkuri, Venera, Yer, Mars, bir də Yupiter, Saturn, Uran, Neptun. Bu 8 dənə planeti bu cürlə qruplaşdırıb yazıcıda saxlayırsınız. Baxırıq ki, buradan nə qaldı? Galaktika. Galaktikanı da artıq bildiyimizə görə C bəndimiz doğru olacaq. Gəlin C bəndini seçək, keçək növbəti suala. Gəlin indi baxaq görək bu növbəti sualda nə var. Buradan bir dənə videoya baxım. Videomuz qeyd olunur. Yaxşıdır. Deməli, baxın, 4-cü sualda deyir, aşağıdakı verilmiş problemlər hansı elm sahəsinin yaranmasına səbəb olmuşdur? Baxın, bu şəkildə görürsünüz ki, fiziki coğrafiya burada ola bilməz. Çünki fiziki coğrafiyada zavodlar əhatə eləmir. Sonra nə qalır? Landşaftşünaslığı da çıxaq. Söhbət zavodlardan da gedir. Sənaye, insan, ətraf mühitin coğrafiyası. Burada nə deyir? Burada problemdən danışırsa, insan coğrafiyasında çıxaq, sənayeyində. Çünki ekoloji problemlərdir. Görürsünüz, ətraf mühiti burada məhv edirlər, ağaclar kəsilirlər. Baxın, sağ şəkildə. Solda isə atmosferin çirklənməsi problemi varsa, ətraf mühitin coğrafiyası, yəni ekoloji coğrafiyanı seçməliyik burada. Bu elm sahəsinin yaranmasına səbəb olacaq. Keçək indi deməli növbəti suala. Baxaq görək növbəti sualımız nədir? Göstərilən xüsusiyyətlər hansı ölkələrə aiddir? Birincisi görürsünüz ki, Azərbaycan bayrağı varsa, Azərbaycanı seçməliyik biz burada. İkinci də burada artıq robotlar haqqındadırsa, inkişaf edilmiş ölkələrdən Almaniya seçsək, cavabımız C bəndi düz olacaq. Keçək növbəti suala. Baxaq görək nədir? Hərəkət halında olan maşında hansı cihazdan istifadə edilir? Bu bilirsiniz ki, GPS cihazıdır. Baxaq görək hansında var. Global Position Systemdir. Sonra baxaq görək nə idi?
Barometrlə bilirsiniz ki, atmosfer təzyiqi ölçülür. Seysmografla zəlzələdir. Anemometrlə küləyin sürəti idi. Flüger cihazı da ki, biz bilirik ki, burada nə idi? Küləyin istiqamətini ölçən cihazdır. İndi buradan D bəndini seçib keçirik növbəti suala. Sual 7-ni oxuyuram. Ağdam Azərbaycanın tarixi yaşayış məntəqələrindən biridir. Lakin inzibati rayon kimi Ağdam 1930-cu ildə yaradılmışdır. Rayon Qarabağda dağətəyi və düzən ərazidə yerləşir. Xəritəyə əsasən qonşu rayonlarına aid olmayanı müəyyən edin. Baxırıq ki, buradan hansı rayon uzaq olar? Bax, Kəlbəcər yaxındır, sonra Xocavənd, Xocalı, Tərdər. Bu rayonlar yaxındırsa, bunlara çıxacaq. Burada ən uzaq olan hansı rayondur? Laçın rayonu daha uzaqdır. Burada görünür ki. Çünki Tərtərdə yaxın olacaq, Xocalıda, Xocavəndə, Kəlbəcərdə. Keçək indi növbətiyə. 8-ci sual oxuyaq. Ağdam Cümə məscidi, deməli 19-cu əsr, Pənahəli xanın imarəti 18-ci əsr, sonra Karvansara, bu da yenə 18-ci əsrdir. Şahbulaq qalası 18, tarixi abidələrin coğrafiyanın hansı sahəsi öyrənir? Baxaq görə indi hansı sahəsinə uyğun? Ekoloji coğrafiyanı çıxaq, siyasi coğrafiyanı çıxaq. Burada tarixi abidələrdən söhbət gedir. Sənayeni də çıxaq, sosial coğrafiyanı da çıxaq. Turizm, rekreasiya coğrafiyasının öyrənmə sahəsinə aiddir. Ona görə də A bəndini götürəcəyik burada. A bəndi düz olsun. Keçək növbətiyə. Görək nə var burada. Sənaye zonasından hərəkətə başlayan ekspedisiya üzvləri 5000 metr yol gedərək hansı məntəqəyə çatır? Baxaq görək hansı məntəqə mövcuddur burada. Bayraq meydanı deyir. Orada ancaq göl olacaq. Bir su hövzəsidir. Şəhər xidmət və servis obyektləri də yoxdur. Yaşıllıqdır. Tarixi mərkəzlərdə çıxır. Ümumi təhsil müəssisələrində çıxıram. Burada yalnız su hövzələri var. Ona görə B bəndini götürürük. Deməli, bu sualı da tapdıq su hövzələrini. Keçək növbətiyə. Baxaq görək nədir burada. Sənaye zonasına hərəkətə başlayan ekspedisiya üzvlərinin 5000 metr yol getdiklərini nəzərə alaraq xəritədə məsafənin neçə santimetr olduğunu hesablayın. Burada xəritənin miqyasını əslində biz böyütməliyik. Çünki görək. Burada 10.000-dirsə 2 0 səndə qalacaq oradan 100. 5000-i də 100-ə böləndə 50 qalır. Düz hesabladım. 50 qalacaq. Deməli nə deyir? Xəritədə neçə santimetrdir? 50. Yeni götürək, keçək. Sonra nə deyir? Uyğunsuzluğu müəyyən edin. Baxaq görə uyğunsuzluq necədir? Təbii obyektlər verilib, insanlar tərəfindən yaradılan obyektlər. Yol insanlar tərəfindən yaradılıb. Bax, bunu onda biz götürək. Sayla səhra təbiidir. Biri götürürük buradan. İnsanlar tərəfindən yaradılan da ki, buradan körpüdür. Onda okeanla meşəni götürsəz 1, 4, 5. Baxım görün 1, 4, 5 var. Yox, 1, 2, 4. Yox. Mən burada nəyə qarışdırdım? 1-i götürürük. Bir saniyə. Deməli, bu sualda düzəliş elədim. Uyğunluğu müəyyən edin yazdım. Götürəcək təbii obyektlər 2, 3. İnsanlar tərəfindən yaradılan obyektlər körpüdür 6. Deməli, çay, səhra təbiidirsə, körpüdə insanlar tərəfindən yaradılıb 2, 3, 6. Deməli, A bəndi doğrudur. Bu sualda düzəliş elədik. Keçək növbəti suallara. Uyğunluğu müəyyən edin. Fiziki məkan, xəyali məkan, virtual məkan. Baxaq görək, təbii və sosial-iqtisadi obyektlərin məktəbdən evinizə qədər olan ərazinin xəyali təsviri 2-yə versək, onda biz 2 baxaq görək hansında var. 2-yə 2. İnternet və veb səhifələrdə təqdim olunan qlobus və xəritələr, onlayn xidmətlər virtual olsa 3 gələcək. Təbii və sosial-iqtisadi obyektlərdə fiziki məkanın cəsi 1. Burada C bəndini götürürük. Keçək deməli
Növbəti suallara. Məkanın aşağıdakı xüsusiyyətlərinə görə düzgün bəndi müəyyən edin. Burada şəkillər veribdir. Baxırsınız ki, səhradır, dağlıq ərazilərdir, buzlaqlardır, meşəlikdir. Burada hansını götürək? Məkanda baş verən dəyişikliyi, məkanda komponentlərin qarşılıqlı əlaqəsi, məkanda komponentlərin müxtəlifliyi. Baxın, bu olacaq. Məkanda komponentlərin yayılmasını yox, məkanda komponentlərin mövqeyi də deyil. Çünki burada öz müxtəliflik var. İndi bu digərlərinə aid də testlər var. Yayılması necədir, qarşılıqlı əlaqəsi, bir də mövqeyi. Keçək onda növbəti suala, 14-cü sual. Baxın, məkanın aşağıdakı xüsusiyyətlərinə görə düzgün bəndi müəyyən edin. Burada olacaq məkanda komponentlərin qarşılıqlı əlaqəsi. Bayaqkında müxtəliflik idi, indi qarşılıqlı əlaqəsi olacaq. Digərlərində yenə eyni variantlardır. Müxtəliflik, dəyişiklik, mövqeyi. Eyni tipli sualdır. Keçək onda növbətiyə. Məkanın aşağıdakı xüsusiyyətlərinə görə düzgün bəndi müəyyən edin. Biz artıq burada müxtəlifliklə qarşılıqlı əlaqəni tapmışıq. Bu olacaq nə? Məkanda baş verən dəyişiklik. Bunu da götürək, məkanda baş verən dəyişikliyi. Sonra yenə eyni sualdır. Məkanın aşağıdakı xüsusiyyətlərinə görə düzgün bəndi müəyyən edək. Burada məkanda komponentlərin yayılmasıdır. A bəndini götürürük. Məkanın aşağıdakı xüsusiyyətlərinə görə düzgün bəndi müəyyən edək. Burada dəyişikliyi varsa, məkanda baş verən dəyişikliyi götürürük. Burada Azərbaycanın xəritəsində, yəni Bakı mənzərəsidir. İndi keçək deməli hansına? 18-ci sualı da keçək. Burada artıq biləcəyik ki, məkanda komponentlərin mövqeyidir. Çünki Azərbaycan xəritəsidir bu. Yazılacaq yenə məkanın aşağıdakı xüsusiyyətlərinə görə düzgün bəndi müəyyən edin. Bu da eyni tipli sualdır. Burada deyir uyğunsuzluğu müəyyən edin. Görək bu sual düzdür, yoxsa necədir bu sual? Meşə, təbii obyektlər, bina, muzey. Onda 2 ilə 3 götürürük. Buradan insanlar tərəfindən yaradılan obyektlər məktəb, bir də sənaye olsa da biz buradan uyğunsuzluğu istəyirsə 2, 3, 4 götürəcəyik. Növbəti sualı da keçid alırıq. 20-ci sualımıza da baxaq. Görək videomuz qeyd olunur. Qeyd olunur. Gəlin buna da baxaq bir dənə. Uyğunluğu yenə müəyyən edək. Məkanın mücərrəti, yəni ancaq düşüncələrimizdəki yerinə aid anlayış. Məkanın maddi və toxuna bildiyimiz obyektlərin yerlərinə aid olan anlayış. Bu olacaq fiziki. 1-ə B-ni versək, bax 2 bənddə var. Müasir texnoloji avadanlıqlar vasitəsilə qurulmuş yerlərə aid olan anlayış virtualdırsa 3-ə C. 2-yə nəyi verdik? Mücərrəti, yəni ancaq düşüncələrimizdəki yerlərə aid olan anlayışca bu xəyal olacaq. Bununla da deməli sınağı bitirdim. Artıq görürsünüz 45 dəqiqə özümə vaxt qoymuşdum. Bunun 23 dəqiqəsi getdi. Testi də yandırmırdım mən arada. Çünki testin üzərində fikirləşmək lazım idi. Hətta testlərdəki səhvləri də düzəldirəm bu cür işləyəndə. Görürsünüz burada yenə də sıfırla sözü var. Yəni götürə bilərsiniz. Bax götürəndə görürsünüz götürür. İndi görək, bax buradan təslim et sözləri var. İndi biz burada təslim eti bassaq, görək neçə bal gələcək. Təslim etdiyi, baxın burada 20 bal gəldi, 20 düzgün sualdan. Sərf elədiyi vaxt isə 21.29. Əslində biz bu vaxtın çox hissəsini də demək olar saytın ümumi işləmə mexanizmasını danışdıq. Sonra sualları necə işləyirik, bu haqda yəni danışdıq deyə vaxtımız biraz daha çox getdi. İndi növbəti həftələrdən, yəni əslində sabahdan da etibarən mən başlayacağam mövzuları çəkib təzə yeni yerləşdirməyə. Coğrafiya öz mövzularını, ondan sonraki testlər yığılacaq artıq. Başlamışam da yazmağa. Coğrafiya sınaq 1, 2 də var. Artıq 3-cü bölmədən 2-ci test hazırlanır. Bax, 1-ci bölmədən 1-dən yazdım, 2-ci bölmədən 2 dənə, 3-cü bölmədən yenə 2 dənə olacaq sınaq. Bir dənə ümumi sınağım da var. Belə-belə yazıldıqca artıq yığılır. Sonra o sınaqların hamısını gətirib burada yerləşdirəcəm sayta. Həmin o sınaqları yerləşdirəndən sonra aylıq paket kimi olacaq da. Məsəl üçün
ən az çalışacağam ki, tutaq ki, 4 sınaq varsa və ya 4 sınaqdan çox da ola bilər. Aylıq paketlər formasında olsun, yəni saytda. Bu sadəcə əslində əvvəl lap köhnə yazdıqlarım idi. Yəni bunu yazanda heç ümumiyyətcə sayt hələ yox idi bu suallar yazanda. Haralarda yəni sual yazmışam. İlk dəfə işlədiyim məktəbdə summativləri yazmışdım. Ondan sonrakı dövrlərdə onlayn platforma üçün yazmışdım bir dəfə. 60 manat vermişdilər həmin suallar üçün. Sonra nəyə yazmışam? Qoy fikirləşim. Sonrakı dövrlərdə də yəni elə 3 dənə məktəbdə işləmişəm ən çoxu. Birində daimi idim, sonra ikincisində müddətli idi, bir də xarici əvəz etmək idi üçüncüsü. Bu illərim hələ ki, ancaq mən fikirləşirəm ki, məktəbdə işləmək yəni sərf eləmir. Ona görə də onlayn olaraq işləyəcəm ki, daha əlverişli olacaq mənim üçün, bilirəm ki. Həm də gələcəkdə indi bu məsəl üçün bu sınaq üzərində nümunəni göstərdikdən sonra fikirlərimdə var ki, həm MIQ üçün, həm də sertifikasiya, MIQ və sertifikasiya daha çətin tipli sualları başlayacağam yazmağa, yığacam. İl ərzində boş dayanmayacam. O artıq imtahana yaxın həm sertifikasiyaya hazırlaşan müəllimlər, həm tutaq ki, MIQ müəllimlər işə qəbulu üçün hazırlaşanda həmin müəllimlər gələcək artıq saytdan çox rahatlıqla istifadə edəcək. Qiymətlərini də çox aşağı qoyacam ki, əl çatan olsun. Bunu sadəcə nümunə üçün yükləmişəm. Çünki ümumi mən sınaqlara başlayanda bir ayda tutaq ki, 4 dənə olmalıdır və ya 4 plus sınaq olmalıdırsa, onu təyin edəcəm. Nə qədər sınaq yüklənməlidir. Bu günləri yəni sayt haqqında bu qədər danışdıq, bəs edir. Sağ olun. Saytın qeydiyyatdan keçməyi də unutmayın.